İndi isə praktiki taskların həllərinə baxaq. İlk taskımızda bizə iki list verilib və onları birləşdirərək unikal dəyərləri ekrana yazdırmağımızı istəyir. Listlərdə təkrarlanmaya icazə verirdi, amma bizə şərtdə təkrarlanma olmasın deyil. Bu səbəbdən set data type-ından istifadə edəcəyik. Çünki setlər avtomatik olaraq daxil etdiyimiz bütün məlumatlarda təkrarlanmaları silir. Bu səbəbdən biz yeni bir set yaradırıq, hansı ki unique deyək və onu bərabər eləyirik. İlk öncə list birimizi set type-ına çeviririk. Daha sonra onu union edirik. İkinci set type-ında olan list 2 ilə. Burada hər birini ayrı-ayrılıqda da set type-ına çevirib daha sonra da yenidən birləşdirə bilərsiniz. Heç bir fərqi yoxdur. Və run etsək görərik ki, iki listi birləşdirdi və təkrarlanan dəyərlər hansı ki 4 ilə 5 idi, bir dəfə yazıldı. İkinci taskımızda isə verilmiş iki siyahı arasında fərqi tapmamızı istəyir. Yəni birinci siyahıda olan, ikinci siyahıda olmayan elementləri verməliyik. Bu səbəbdən yenidən set data type-ından istifadə edəcəyik. Hər birini ayrı-ayrılıqda set type-a çeviririk. Burada məqsəd setlərin əməliyyatlarından istifadə etməkdir və daha sonra biz onlar arasındakı fərqi hesablaya bilərik. Bunun iki yolu var. Mən sizə ilk öncə fərqi göstərmək istəyirəm. Set 1 bu formada yazdıqda da bizə fərqi qaytarır. Yəni bu bildiyimiz riyazi əməl olaraq da keçir. Digər biri isə metod istifadə eləyərəkdir. Hansı ki biz setlərdə difference deyə bir metod öyrənmişdik. Bu iki set arasındakı fərqi hesablayır. Və biz hər birinə print desək, bizə eyni nəticəni qaytaracaq. Gördüyünüz kimi hər ikisində eyni nəticəni qaytardı. Hansı ki bizdə 2, 4 və 2 elementi birinci listimizdə var idi, ikinci listimizdə yox idi. Digər bir taskımız tuple'larla bağlı idi. Burada bizə bir tuple verilib və onun elementlərini tərsinə düzməyimizi istəyir. Burada isə slicing metodundan istifadə etməliyik. Yəni biz burada tuple 1-də bildiyiniz kimi elementlər indekslənir. Yəni hər biri sıfırdan başlayaraq indekslənmə edir. Bizə burada bütün elementlər lazımdır. Bu səbəbdən hamısını götürürük. Və biz slicingdə demişdik ki, 3 şey var. Hansı ki, burada yazdığımız başlanğıcı göstərir. Hansı ki, ilk yazdığımız başlanğıc, yəni hardan başlasın. İkinci yazdığımız harda bitsin onu göstərir. Üçüncü isə artıq step, yəni addımı göstərir. Yəni mən bu avtomatik default olaraq 1-dir. Biz bunu amma dəyişdirə də bilərik. 1 dedikdə bir hamısını götürür. Məsələn, biz 2 desək, burada artıq bizə 1, daha sonra 3-ü qaytarır. Və biz burada tərsinə düzmək istədiyimiz üçün -1 deyirik. Burada -1-in mənası odur ki, yəni 1 olduqda bu istiqamətdə hamısını bir-bir gətirir. -1 olduqda isə artıq buradan başlayaraq hamısını gətirir.
Digər bir taskımız dictionary dot type ilə bağlıdır. Burada ad, keyimiz var, hansı ki burada. Onu name ilə əvəz etməyimizi istəyir. Bizim hazır bir metodumuz yoxdur ki, biz keywordünü hansısa bir yeni sözlə dəyişdirək, əvəz edək. Bunu biz dolayı yolla edəcəyik. Hansı ki, bizim ilk öncə bunu buradan silməyimiz və daha sonra bu 50 dəyərini yenidən name keyworduna mənimsətməyimiz lazımdır. Bunun üçün isə pop metodundan istifadə etməliyik. Yəni bunun mənası odur ki, biz pop ilə ad keyini sildikdə onun dəyərini bizə qaytarır. Hansı ki, pop sildiyi dəyəri qaytarır və onu yenidən name keyinə mənimsətdikdə isə artıq deyirik ki, sənin dəyərin budur və onu update edirik. Burada artıq bizə 50-ni qaytarır və bu keyword-ə həmin dəyəri mənimsədirik və yenidən dəyişənimizi run etdikdə isə artıq görərik ki, burada name keywordumuz var və dəyəri də 50-dir. Yəni bir növ dolayı yolla da olsa ad keywordunu, yəni keyini açar sözünü name ilə əvəz etdik. Sonuncu 5-ci taskımız isə bizə 2 dictionary type verilib və onları birləşdirməyimizi istəyir. Bunun üçün isə 2 yolumuz var. Birincisi update metodudur. Hansı ki biz qrup 1 update desək, bu zaman hər ikisini qrup 1 üzərində update edərək sonuna qrup 2-ni əlavə edir. Biz qrup biri çağırsaq, bu zaman görərik ki, hər ikisini birləşdirdi. Bəs digər bir üsulumuz hansıdır? Digər bir üsulumuzda isə biz qrup 3-də yeni bir dəyişən yaradırıq və qrup 1 ilə qrup 2-ni bu işarədən istifadə edərək birləşdiririk. Hər ikisi deməkdir. Bu zaman run etsək, bunu yenidən run edək və artıq biz burada qrup 3-ünü çağırsaq, görək ki, bizə yenidən həmin nəticəni qaytarmış olacaq.